Biz insanlar daima daxilimizdə döyüş halındayıq. Hər an daxilimizdəki ilə savaş nöqtəsinə gəlib çıxırıq. Bunun təbii ki, səbəbləri var və ən əxsus da ki, bunun səbəbkarları var. Bunun səbəbkarları id və egodur. İd və ego bizə qarşı rol oynayırlar. Yəni ki, bizim düşmənimizdir. Onlar bizi mənfi istiqamətə doğru aparırlar. Bizim əslində şeytan kimi tanımladığımız varlıq, məxluq, əslində id və egodur. Yəni, şeytanı başqa yerlərdə axtarmamalıyıq. Şeytan elə daxilimizdədir. Onlar da id və egodur. İd nədir, ego nədir? İd alt şuur, yəni alt bilinç. Ego isə mənlikdir. Ego idə yardımcı rol oynayır. Yəni, amma hər zaman yox. Müəyyən vaxtlarda ego idə yardımcı rol oynayır. Əslində ortaq yönləri var onlar, yəni ortaqdırlar. İkisi də mənfi istiqamətə doğru insanı yönəltməyə çalışırlar. Bizdən asılı olmadıqları üçün təbii ki, bu baş verir. Belə deyək, id hansısa bir fikri bizim beynimizə salanda, mənfi xüsusiyyətli bir fikri bizim beynimizə salanda, bizi yoldan çıxarmağa çalışanda, bu zaman ego idə yardımcı rol oynamış olur. Yəni, təbii ki, bu müəyyən vaxtlarda olur, hər zaman olmur. Yəni, kömək edir ki, idə həmin insanın mənfi xüsusiyyətə doğru, həmin insan mənfi istiqamətə doğru istiqamətlənmiş olsun. Amma daxilimizdə bizə kömək olan digər bir parametr də var. Bu superegodur. Superego üst şuurdur, yəni üst bilinç. Necə ki, id və ego insana qarşı çıxır, superego da insana kömək edərək id və egoya qarşı çıxmağa çalışır. Daxilimizdə bir çox səslər var və həmin səslər bizim eyni ilə bizim danışdığımız kimi danışırlar və bizi aldatmış olurlar. Biz o səsləri ayırt etməyi çətinlik çəkirik. Yəni, bu daxilimizə gələn səslər hansı bizim səsimizdir? Yalnız bircə doğru səs var, o da bizim öz səsimizdir. Digər səslər bizi mənfiyə doğru yönəldir. Yəni, onlar aldadıcı səslərdir. Bizim səsimizi təqlid edirlər. Biz həmin səslərdən uzaq durmalıyıq, amma çətinlik çəkirik səsləri ayırt etməyimizdə. İd və ego da bizim səsimizi təqlid edir və bizim eyni ilə danışdığımız kimi bizimlə danışır. Və biz də zənn edirik ki, bu bizim öz səsimizdir. Yəni, əlbəttə ki, oxşar olduğu müddətdə təbii ki, aldanmış oluruq. Ümumilikdə götürəndə beyin bizimlə çox oynanır və bizə çoxlu yalanlar danışır.